Bala, 3 vur 3 neçə eləyir? 9, Bəs 6 vur 6 neçə eləyir? 36. Bəli, doğrudur. Elnara müəllimə, mən doğrudan da fikirləşirəm ki, bu uşağı 3-cü sinifə keçirmək lazımdır. Hə, bax bu an nəsə Elnara müəllimənin bu xoşuna gəlmir və direktora qayıdır ki, Direktor, siz onu çox sadə suallarla yoxladınız. Ondan sonra gəlin ona mən məntiqi suallar verim. Deməli belə, Ramil, bala, bu nədir ki, inəkdə 4 dənədir, məndə 2 dənə. Əlbəttə ayaqlar. Düzdür, yaxşı. Bəs o nədir ki, səndə şalvarda var, məndə yoxdur. hə, bax bu bəlli bir interesli sualla bat və ətal qalan məktəbi direktoru ağzını açmamış, Ramil bu suala cavab verir. Şalvarın cibləri. Bəli, o da düzdür. Hörmətli direktor, deyirəm siz düz deyirsiniz. Bu uşağı 3-cü sinifə keçirmək lazımdır. Yox Elnara müəllimə, siz nə danışırsınız? Mənim fikrimcə bu uşağı bir dəfəlik 5-ci sinifə keçirmək lazımdır. Çünki sizin son 2 sualınıza mən tamam başqa cavabları fikirləşirdim. Hə, bax bu yerdə atalar ona görə deyib ki, hər gördüklə və eşitdiklə inanmır. Allah bilir bu direktorun ağlında hansı cavablar keçirmiş. Mən onları dərdim, amma efirlik deyil. Nəysə, sabah görüşərik, bir salamat qalın. Tələbədən lətifə. Amma həqiqətən də